Xəstələnibsən. Nəzər, sən neyirsən? Avala. Arvadına dedim ki, avala canım ağrıyor. Oradan bir isti xəmir yemeği pişir getir. Bana bu kurumuş piraşkileri pişirip getirip hemen neylerim piraşki. Piraşki ki. Ay bəstə xala, mən özüm bişirməmişəm, tükəndən almışam. Xoşuna gəlməsə gedib başqasını alaram, problem yox. Hə, get halqadalım. Sən get piraşki. Yaxşı. Ətli olsun. Ay yok, piraşki olsun. Belə şey olmasın, piraşki olsun. Söz ekmek istedim. Canay canım, canay pəhlivan. Nədir? Mənə ikinci arvad aldın ki, mən belə gün görəcəm. Bir-birinin prinsipinə düşəyələr arvadların mənə belə həyat yaşayacaqlar. Servis o servis deyil. Çox narazıyam, mən çox narazıyam. Bu iki arvad bir damın altına yığa bilmədik ki, ana bala biz də gün görək. Görmedik, bala görmedik. Dur məni apar Zernişangil'e. Niye? Gedək orada bir dəfəli söhbəti açaq. Bu iki arvadı bir yere yığaq. Öldürmək istəyirsən mən ayana. Nədən yürürsən? Ya öldürənləri yaşatmazlar mən. Şəkəli baba kimi niye korkaq? Nə qarayacaqsan, nə qarayacaqsan? Ne gayrı danışacağız. Ay yox getmirəm, ayana getmirəm, boşuna. Yüreğimin bir şey değil ama. Ben yerim. Korkma yeri düş kafa. Mən qorxuram mən. Neden korkursan? Bu hayatta doğum oldu biz bir zaman. Bizi doğum eyleyene canımızda kurban. Yaşayır ömrümüzü şen firavan. Biz mehriban bacanakları. Yeri gelse dostuk hem de yoldaşız biz. Dar megamda etibarlı sırdaşız biz sanki. Hamısan doğum aziz kardeşiz biz. Biz mehriban bacanakları. Ay neyse sen kulak as. Sen şey... Kulak sen ben tamam ikinci arva söhbət masandan sonra onları razılaştırsan ben o bir sarvada gətirəm bu evə koymaram o birisi ev boş qala. Orada Nalə xalanın qızını olmasa Mahirənin qohumu var onu. Xuda birini qaralamışam. Ayşənin xəstəni biraz yaxşı oyna, biraz düz oynamırsan. Elə xəstə kimi aparıyorsun ki sözünün kəsarı olsun. Oynayacağım da ha. Ben senin o bazı xalq artistlerine xəstəni oynamağı öyrədərəm. Geç habala. Hoş oynarsan hoşuma geldi. Ay sana. Nə dərsən? Sağ ol, mühabbət. Gəl otur görək. Gəl. Ay Qismət müəllim, Ceyran xanım da yoxdur. Həm ofisiantlıq eləyirəm, həm də ki kassaya baxıram. Zəhmət olmasa mən köməkli eləyərsiniz. Eləyərəm, problem yoxdur. Eləyərəm, problem. Sən nə lazım? Onda buyurun bir padnosu. Siz stolların üstünü yığışın. Mən də baxım görüm kassada nə var, nə yox. Ha, yaxşı. Dayan görüm. Dur görüm, dur görüm. Gəl vuracağım. Alıb padını, soruları yığışdırır. Lazım olsa kassada mən köməkli eləyərəm. Buranın müdürü mənəm, sən deyilsən. İsmət, necəsən? Sağ ol, Ayman. Ala görək. İsmət, Ha, məhəbbət bilir ki, sən nə qədər də evlənmək üçün özünə qız axtarsan. Nə bilim, biri uçandır, biri qaçandır, biri çəkəndir, biri dərlidir, biri boş. ay yaxşı, ay yaxşı. Mən buranın müdürüyəm, öyle boş danış. Məhəbbət sənədən qəşəng bir qız tapıb. Baxan deyirəm bu qıza bir də baxın. Bir də baxın. Buna qəşəng. Ay yaxşı, ay yox. Haydi bax. Ay xanım. Bilirsən ki, mənim başım belə şeyləri götürmür. Eşitsən? Ha, Qız gözəl qızdır. Bir dənə zəng elim gəlsin. Burası yüngülü var, amması var.
Deməli açıq danışaq da İsmail. Davay, üzünü promot gözəl qız. Qıza söyle, sarı sağ, göy. Ay gel. Özümü yaman bizi izleyirəm ey. Gel. Gel bana gel. Gel sana son vəsiyyətimi eləyim. Elə demə, ayağını elə demə, qadın alım, elə demə. Getmətləmə də sarı sima toxumda dram oyna, faciə ver. Denən haqqımı halal eləmirəm, belə demə, elə demə. Ay, ala buna bakın, nə deyil. Başına dönüm. Eğer sen benim vəsiyyətimi yerine yetirmezsen, benim yanıma meymun sifətində gələrsən. Hakkımı sana halal eləməyəcəm. Ay Allah. Amma o yaşına uyğun olmayan şort giyinir. Sən belə qısa, o Sabrina giyinir, o vaxt Sabrina. Bir dəqiqə dayın, bir dəqiqə dayın göstərmə, dayın. Dayın. Sən şort giyinir. Giyinir. Sabrina giyinmir də. Bir dəqiqə dayan. Gözəldir. Çox gözəl, göz. Ayağın yaraşır ki Sarı giyinir. saç. Yaraşır ki giyinir. Lan bunun variantı yok. So, onda zəngilim gəlsin, bir də bir dənə də əmması var. O arada bir yol polisləri onu tutub o işçili olduğuna görə cəriməliyib. Doyan, sən nə danışırsan? Öz əlində butulka belə videolar var ya, bizə seriyası. Saxla söhbət. Saxla söhbət. Nədir, atmayın ha? Pravaslişenyadadır. Rüşen yollarda yaxın, görünüsü də seriyadır, Söv. Bir dənə YouTube'a girim göstər. Yox, lazım deyil. 100% pravaslişenya tam maşın sürməz. Yaxşı, O onda YouTube'dakının da tanış xakeri var, hamısını sildirəcəm. Zəng edirəm onda. Zəng elə. Elə. 012, bir dənə də əmması var, deməli. Hadi yaxşı, uzatmadan nə amma çağır gəlsin, mənə qəbul de gəlsin, tez elə. Söz 02. Sən məndən yığdan görüm. Səndən Məndən kontur getməz. Az bəsdir. Çox danışıb, enerjimi sərf eləmə. Saxla enerjimi kəlmə-i şəhadət deməklə. Bilirsən nə var? Bircə dənə gəlinim var, bircə dənə oğlun var. Bax, şimal kimi. Sən belə elə, qırqızıllarımı gətir tök ortaya, özümüz bölüşərik sən öləndən sonra. Ay ana, sen niye böyle oldun? Sen böyle değildin. Ay ana, esas mətləbə ki, çok uzadırsan, uzunculuk edirsən. Sarı simət oxun, doğru ne denir, xəbər elə ayıl. Ay ana, böyle değildin. Buna bakın, soyuyup, kadın soyuyup. Oy, ağlarım kuzu. Hadi soyuq, ev soyuqdur, qadın da soyuqdur. Bıçak Hanım, bu Qismət, buyur tanış ol. Bıçak Hanım, bu da tanış ol. Qismət. Buyurun, əyləşin. Buyurun. Hadi. İstədim stulu çəkəm belə. Niyə? Çünki sinif yoldaş olmuşuq biz. Qarşıya çıxıb. Biz həmişə Bıçak Hanımla arxa partada oturardıq. Kart oynayardıq. Özü elə belə yox ha, interesdə. Bıçak Hanım. Nə qədər bizə hörmət veriblər. Həmişə deyiblər ki, valideynsiz gəlmir. Mən valideynim gəlib, bu valideyn. Amma biz... Olan şeydir, yaxşı da məhəbbət, yaxşı, heç nə. Məhəbbət, yadındadır, məktəbdə, başqa məktəbdən oğlanlar gəlirdi mənim dalımca. Sən də mənə görə onlarla girişirdin davaya. Hamıya da deyirdin ki, bu qız mənlikdir. Mən davakar oğlan. Yaxşı. Mən lahmacun yiyəcəm, siz nə istəyirsiniz? Həmişə məhəbbət davakar oğlan olub. Bıçak Hanım, yadındadır mı? Hələ mən sənə görə insta girə bilmədim. Hamıya deyirdim ki, bu qız mən pəncələrin altında yatırdım. Gecələr nə qədər vaxt geçirdim. Yaxşı. Elə bir adam yox ki, buralarda bu televizyonda bilmədi ki, bu qız məndir. Yaxşı. Hamıya demişdim. Məhəbbət, yaxşı. Sağ ol, Qursan. Oldu Bıçak Hanım. Ay
Selin. Gəldim. Selin başına dönüm. Bu talih Götürüb içəri. elə bir fırt eləyib Şıxəli babasının burnundan düşür. Bravo, burnuna bak. Şıxəli nə tökübsə talih onu da yığışdırır. Özünüz yaxşı bilirsiniz ki, Şıxəlinin bir neçə arvad olub. Ay. Düzdür, mən biraz Şıxəli babama oxşamışam. Şıxəli babam biraz xatekar kişidir. Mən də onun kimi şuluğam, xatekaram. Nə qədər maraqla baxsan. Deməli, o vaxt Şıxəli babam kətdə üzüm yığan qadınları lapetə mindirmiş, aparmış ora dağlarda, yəni o piknika gedən vaxtı Şıxəli babam da şənliklər göstərərmiş, könül alarmış, xoşa gələn hərəkətlər eləyərmiş. Kəndin kişilər də Şıxəli babam bir dəfə yaman pis döymüşlər. Üzüm kimi tapdalayıb suyunu çıxartmışdılar. Şıxəli babamın elə unudulmaz günləri olubdu. Şıxəli babam haqqında ümumiyyətlə, amma çox ailə canlıydı. Ailə yox, ailələr canlı bir kişi olub, ailələr Hələ bir dəqiqə deyəm. Bəs xala, mən başa düşmədim. Sən nə demək istəyirsən bu sözlərlə? Bir mətləbə gəl. Ay Mət, bir dəqiqə dayan da imkan ver kadın axıra kimi vəsiyyətini elə fikrini çatdırsın da. Yox, bir dəqiqə deyəm, mən başa Ha. Bir dayan da, görürsən ki, ölür. İmkan ver danışsın da. Qoy görə dənliyindən nə çıxardır. Bax, anandakı bu ağbirçəkdəki səbrə bax. Çox xoşuma gəldin sən mənim, Zəlişən xala. Ana, denə, ücə hazırdılar. Denə. Eks Bacanaqlar serialı reklamlardan sonra davam edir. Bastı xala. Bastı xala. Salam, ay mənim əndamı yanmışım. Aleykümə. Salamını yanmırsan ay məhəbbətim. Dedim də aleykümə. Salam demədin axı. Hadi aleykümə salam. Salam demədin, prosta böyür başını artırdım. Salam ay Sevda, salam. Salam məhəbbətim. Salam, salam. Salam Sevda. Çatdı salamın. Hə. Uşaqları yür gəlirsən, sözünə baxırlar. Baxırlar. Yoxsa mən təpini. Yox, təpinmə, yaxşıdırlar. Şeytana papiş dikən anan hanı? Mamamla Talih gediblər Talihin birinci arvadı Mətişgilə. İkinci arvadı da bizdədir. Birdən deyərsən, ha, Talihlə mamamın birinci arvadı gilə getməyini. Bax, heç kimə demə, yaxşı? Ya heç kimə demərəm. Mən ağzı bütöv oğlanam. Əlindən tutub aparacam o bir arvadın yanına. Ay ana, məni niyə belə ağzı bütöv doğdun, ay ana. Mənim başımız, anadır o. Ana. İşte görüm nə söhbət deyə ürəyim Abi partladı mənim. gözdə, deyir də kadın deyir mənə gəlmiş. Yaxşı, yaxşı. Majal ver vəsiyyətimi eləyim də canım çıxacaq. Sak qızdı da. Ha. Demə, ana. Mətiş, sana son vəsiyyətim odur ki, Talihin səndən başqa bir ayrı arvadı da var. Nədir, mən imkan ver kadın sözünü. Canım çıxacaq, sözümü deyə bilməyəcəm, qoy deyim Denən ana, də. denən, mənə Bəs xala, gəlmiş. de. Vəsiyyətim odur ki, bax o arvadı da gətir bura, bir evdə yaşayın, bir damın altında mehribancasına pişirin. Yaşayın, yaşadım. Bəsdir xala, sən nə danışırsan? Nə deyirsən? Mama, nə danışırsınız siz? Ala, bir dəqiqə dayan da, qoy vəsiyyətimi eləyim. Ha. Mən birinci sana açdım dedim bu söhbəti ki, siz biraz səsinizi başınıza atan nəsilsiniz. Ama o biri kız, o belə Ziyalıdırlar. çox ziyalı bir nəslin kızıdır, hə. şübhəm var, Belə dinməz, söyləməz bir uşaqdır. Hə, onlar dinməyəcək, hə. İştir sana bakayım. Ziyalı olmaz biraz. Ziyalıdır, kulturludular. Buna baxın. Deyirəm ay bəsdir. Ay, Ağıl ağıldan üstündür. Oğlumun villası 3 mərtəbədir. Mən belə ya, mən elə. Ara gəlsin. Deyirəm elə, ikisini alıb üçüncünü də alsın. Hərəsinə bir mərtəbə versin yaşamağa da.
5 günlük. Ne kadar ben seni çok istedim Zermişan xala. Sen onun valideynlerine ziyalıdır, sen ziyalı kadın budur Zermişan xala. Halal olsun sen benim özüm. Sen benim ürəyimə oxursan. Sen üçüncünü ki qaralamışam, bir gözaltı varsa da sende. Onun xeyir duasını elçiliyine sen aparacam ben seni. Çok istedim ey kadın sen çekil buradan. Sen ne kadar çok istedim ben bu kadını. İsmet Bey, siz öz keçmişinizdən danışdınız. İndi istəyirəm də mən öz keçmişimdən danışım. Siz də məni tanıyasınız. Yo. Biz siz lazım deyil Pişə xanım. Biz siz necədir? Ümumiyyətlə belə təzə çıxıb deyəsən, evlənməmişdən qalıb bir qızla maraqlanmaq, hardandır, nədir, kimlərdən? Yo. Lazım deyil, lazım. Elə ən yaxşısı gəlin gələcəyimizdən danışaq. Qismət Bey, amma elə adamlar var ki, evdə uşaq səsi gələndə, uşaq nadinclik eləyəndə əsəbləşirlər. Bəs sizin uşaqlara münasibətiniz necədir? Bilsiz, mən həmişə arzulamışam ki, evdə çoxlu uşaq olsun. Biri dizim üstündə otursun, biri çiynimə çıxsın, saçımı dartsın, biri nəsə orada düzəltsin, belə oynasın. Belə sevinirəm mən uşaqları görəndə. İstəmişəm ki, uşaqlarımız çox olsun. Onda çağırım gəlsin. Kimi? Uşaqlarımızı. Zermişan xala, icazə verin əlinizdən öpün. Bir ağız. Tələsmə. Mama, ay mama. Bu oddanmış evdən Emraz Mermayka ilə çıxıb XL ilə qaydanda mən bundan şübhələnmişdim. Ay mama, öldürüm onu. Öldürüm onu, mən neyniyim? Mayka atda qalır. Sən üstdəki söz-söhbətləri ört bastır elə. Çək əlini kadın. Çək əlini. Düz deyir Zermişan xala. Mən evin kişisiyəm. Özüm bilərəm. Mayka ilə gedirəm, maykasız gəlirəm. Sən kimsən mənim işimə qarşısan? Bu bir dəqiqə dayan. İkincisi ki, mən özüm istəyib eləyirəm. Mən istəyərəm mi başqa arvadlarım olsun, mənim kimi təmiz adam? Birini anam istəyir, bu böyüyüm istəyir. İndi üçüncüsü bu böyüyüm istəyir. Mən kiməm? Özünü yığışdır, ağıllı ol. Zermişan xala, çox üzr istəyirəm. Mən özümü belə zaftala aparıram ki, bunların yanında sözümün ötkəmliyi olsun. Sözümün ki, sən çox xoşuma yersən, sən çox zadəcansan. Birazdan lap xoşuma gələcəm. Birazdan sən öləcəksən mənim kimi qaynana çırağına. Gəl çıxaq yuxarı. Gördün? Anana bax! Biraz ağlın olsun, zadəcan ol, Coşma, adi ol. yaxşı. Çıxaq yuxarı görə ikinci arvadın hansı otaqda yaşayacaq? Ha, qalxaq deyirsin. Qalxaq. Nə deyirəm ki mən? Qalxaq. Biraz çobukçuluq hissələdim, düzdür. Zadəcansız, ali irksiz, ziyalısız, mənə biraz çobukçuluq. Qalx. Bəlkə yanılmışam, qalxaq deyirsin. Qalx. Biraz çobukçuluq ola bilər mi? Ramazan'ı gətirib oyunu ama bayaqdan Salam Qayla xanım, necəsiz? Salam. Qız bu dəli yenə gəlib bura. Qayla xanım, adınızı təzə örgəndim, amma yəqin ki, məhəbbəti tanıyarsın ki, məhəbbət Sesayozla izvestin oğlandır. Məhəbbət kimdən soruşur. Məhəbbət bulaq suyundan təmiz, qazlı sudan qazlı oğlandır. Məhəbbət ayrı cür oğlandır. Analogu olmayan oğlandır məhəbbət. Ay qız, bəstə xalqız deyilmiş ki, bu əməli başlı dəlidir ki. Hə, məhəbbət bilirik. Səni biz yaxşı tanıyırıq. Sən bizə tez gəl, yaxşı. Baş üstə, Xəyra xanım. Ye. Xəyra xanım. Bəli. Məhəbbət elə oğlandır ki, hətta maşının damqratını da bagaja qoymur. Çünki bilir ki, sabahları heç kim deməsin ki,
məhəbbət bagaja qoyan oğlandır. Amma bugün mən bagaja qoyacam o sən həyat yoldaşın Talih. Çünki oğlanlıqdan gedib. Artıq məhəbbət oğlan deyil. Vəssalam, bagaja qoyacam, qurtardı bundan. Amma bir bu. Səni də yoxdur. Səni görəndə bura yığılır. Sənin ərinin babası, bu qrup babası. Var insansız, Ali irqin nümayəndəsiniz. Siz ki bu işə əl qoydunuz və Mətiş iki arvad bir damın altında qalmağa razılaşdı. Verin o əldən öpüm. O əldən öpəcəm, yaşasın bu əl. Dodağım partladı. Dodağım partladı. Biraz üzr istəyirəm, ehtiyatsızlıq oldu. Öpüm bu ələ ehtiyatla. Çox. Ay, düşdü. Kim düşdü? Ay başını bağçada müəllimənin sinəsinin üstünə qoyub yatan. Sən zəll olasan. Sən bu evə mənim balamın üstünə ikinci arvad gətirirsən. Sən öləsən. Səni bir hala qoyaram ki, bu evin ikinci arvadı özün olarsan. Əri, Bəli. ala, geyin barbat koftasını. Geyin. Geyin tez elə. Mətiş yaraşmaz. Mama tut bunun əllərini. Qaş qoyacağım, göz qoyacağım buna. Qoy. Neyinsən elə? Quş qoyacağım buna. Elə balanla ölsün. Ay Mətiş, başına dönüm, biz... Geyin koftanı. Hey. Sən elə. Kübarsınız, ben bilmirəm. Ben kübarlık tutsak yerine Kübarlığımızı indi görəsən. Bakın, tek üstü yılına değerler ki, bunlar bacıdılar. İstəmirəm, ama ben düşünürüm. Bura gəl. Kübarlık da. Dur, ay sağ ol. Nə qəşəng uşaqlardır. Bunlar hamısı sizindir. Ay Qismət bəy, mənim niyə? Bizim uşaqlarımızdır. Mənim niyə yanıma hamınız yığılmısınız? Gedin atanızın yanına. Ata, mənə lahmacun al. Hə, yaxşı. Ata, mənə də. Ata, mənə şirin al. Tərpənmə. Sənə elə hala salacaq ki. Yaraşır ha. Üstüyə baxanda özün özünə göz vurasın. Əri. Pərişan ola, mən tərpənmirəm. Sadəcə sonra lakon qədər qabiliyyətsiz olur. Əsəbdən əlim əsir. Yəni, sən biraz zövksüzsən sən. Açıq deyirəm, bu qaşla, bu başla, bu geyimlə, bu lakla mən evdə qalmış qız olardım. Mənə bir saat vaxt verin, üzbəüz gedim salonda, bəzənim, düzənim, qaşıma, barmağıma, lakıma əl gəzdirim. Görün, Allah nə tərəf. Bir yerə gedəndə imkan vermirsən ki... Çəçələ vermək qaldı. Bəzən, deyən buyurun. Vay. Bir yerə gedəndə imkan vermirsən, gedim salonda bəzənim. İndi özümə maya qoyursan. Anan ölsün Ay, bala. mən deyim, adi paltarına bax, laka bax. Heç olmasa zərrə ilə uyum olsun. Sən zövksüz arvadsan. Gör kimə getirsən. Allah, gör kimi sevmirsən. Neyniyim? Seç görək. Bu sırğalardan hansını istəyirsən? Qızılı yaxşıdır. Qızılı yaxşıdır. Burnuna tax sırqanı, Qızılı burnuna. sayılır. Qızılını götür. Özüm üçün istəmirəm, Özüm üçün istəmirəm. Sənin üçün deyirəm, seç. Sırğanı tax qulağı var. Qulağında sırğa olsun ki, ikinci arvad almaq olmaz. Ondan mirvarini ver. Mən uşaqdan Bu birinə mirvarini başqa renk seçim. olur. Parmağım lakladır. Bunu qulağıma tax, bunu qulağıma tax, bunu da. Yox, mən bir... Doğrudan zaləcanda xırda. Çox qəşəng. Bilirəm ki, qızı kənd adamları... Nə varsa? Üst-üstə evlənirsən. Tez anama zəncilə gəlsin, mənim canımı qutarsın bu arvadın əlindən. Mənim telefonumu uşaqların hansısa götürüb tapa bilmirəm. Ay Qismət müəllim, niyə bunlardan canınızı qurtarmaq istəyirsiniz? 6 dənəyə gəlmiş uşaqdılar hazır. Doğum evinə pul xərcləməyəsiniz. Bezə pul xərcləməyəsiniz. Gecə səhərə qədər kalyaskada uşaq yeriləməyəsiniz. Köpü yox, bir şey yox. Rahat yıxılır yatacaqlar. Bir dəqiqə dayanın görüm. Görüm.
Yıxılarsan. Ay, Yeşə. Ver görmə telefonu. Mama, ata telefonu elimden aldı. Qismət! Uşağın telefonunu niyə əlindən alırsan? Bir dənə telefon vermirsən, onu da gözüm çıxdıya salmısan. Çörək versən, neyniyərsən? Sənə verərəm səni məhkəməyə. Bax, bu 6 uşağın alimentini alaram. Qalırsan belə, ver görüm telefonu. Al mənim balam. Hacir. Zəncilə. Zəncilə. Gülüme diriyim baba. Bu ne de? Kim seni böyle bezeyip süzüyüp üstüme gönder be? Ay! Oturup burada vəsiyyət səhnəsi yersin. Sənə dedim ki, gəlməyək bura. Mənim başımı bəziyib, vağzalıyla səni gətirmək istədim. Məni kim belə görsə, heç bir kişimiz mənə gəlməz. Tutarsın bu söhbət, bağlansın. Üçüncü arva söhbətinə bağlayın, əbəd tutarsın. Ay, el ona göre deyiblər ki, ki sevda çekenlerin cezası Sonra fəlsəfə ne var. burada? Ay, baban Şıxəlinin de arvadı bilende ki, onun ikinci arvadı da var. İkisi birleşti, kişinin başını divden daz qırtdıdılar. Şıxəlik deyil, mən başımı boya gətirəm. İndi onu ləkələməsəm, dodağına pomada çəkib ləkələməsəm, mənə də talih deməsin. Lazım deyil. Sən bitirmədin, sən bitirmədin. Bir doyunduğunu boşuna deyil, senin baban bir qadan qalıb, kişinin adını ləkələmə, şəkli bir boşuna deyil, vermə. Ha, qapını bağlamışam, dağdırla bir şey fikirləş, bir şey fikirləş. Fikirləş. Kəlmə sözünə sekund inanır da, başa düşürsün. Gedəyin öz gözlərindən görün talehin o ikinci arvadını. Gedək də dur, əyinizi giyin, gedək. Mən hazır, gedək, ha. Ay qardaş, mən bilirəm, siz Sevdanın dərdindən bu vəziyyətə düşmüsünüz. Bəlkə mən Bəstə xala ilə danışım, sizin aranıza düzəldim, düz qoş edib barışdırım, Sevda ilə qovuşun, ağlınız da başınıza gəlsin. Belə olmaz, siz çox pis vəziyyətdəsiniz. Ha? Ama deli değilim! Deli değilim ben! Ha, gedək göstərindən, gedək sən gözlərindən görün talehin ikinci arvadını, gedək gör, haydi ya, əməlin yeni də verilən saldın, haydi. Buradan şübhə həkim çağıraq, o ikinci arvadsa deyir, bu vəziyyəti yaxşı deyil, həkim çağıraq. Ay xəyala, dəlidən doğru xəbər. Get də, bəlkə düz deyir. İkinci doğru xəbər də bu biri dəldim. Yaxşı, yaxşı. Gedək. Sən qapını bağlayıb üzümüzə qaçırsan. Sındırdı be qapını sındırdım. Sən şıqlı sakin. Nədir? Bunlara bax, anama bax. Hadi çayınız için soğutmayın. Gördün Şıxəli, sana dedim ki bak darıxırdın, dur gel gedək orada kancile. Orada bir geçək nerede oynuyor, fikrin derdin dağılsın. Neden oynuyorsunuz başınıza? Var bir şeyden oynayın. Arağası. Şey attım sana, yerimi de katmamışsan. Şahmat da öyle oldu. Evet. Mama, niye orada xanla Şıxəlini üzmə öz otudur? Nerede oynadır bunlar? Ben ne deyirəm? Kadının kızdırması var, halı o değil, vəziyyəti. Sən şəxil inan, kadın o değil, vəziyyəti o değil. Sizin nəslinizdə belə müddüz əməlli adam var. Hamısı qaçıb da qurreydi. Sən şəxil, elə deyirsən. Bax, gör nə qədər hal özündə deyil ki kadının. Bunlara nerede oynadırıq? Mənə deyir ki, talihin iki arvadı. Elementa bax ha, talihin iki arvadı. Mənim iki arvadım var. Deyirəm, elementa bax, mənim iki arvadım. Hadi bildim de oyun iki arvadım. Alo. Ha. Ha? Ne danışırsan? Gəlirik bu dəqiqə. Mama, qismət kiməsə ilişib. Mən paltarları götürüb, gəl getdik. Ay ananı öz. Sən şəxlə bir də üzr istəyirəm. Bir də üzr istəyirəm. Deməli, anam səyəxləyir. Görsəm deyir ki, mənim iki arvadım var, talihin iki arvadı var deyir. Səyəxləyir də. Yəni mən səyəxlamıram ki, bu anam səyəx. Mən yəni mənim iki arvadım var da. Bildik də, bildik. Ha, bildin yəni mənim iki arvadım var. Aymanın çiçəri yansa da bildik də. Xoşuma gəldi.
Gel. Gel ayağına gel. Gördün başına dönüm. Ayrı baktın Şıkeli babanı beğenmirdin. Rişkən delirdin. Gördün o rişkən delediğin baban seni ne terbeziyetten çıkarttı. Şimdi olursa ben vaziyetdən çıxır. Mən nə deyirəm? Mən həmişə şıxəli çox istəmişəm. Sadəcə sonra şıxəli axırıncı dəfə olsun bu evə ayağında. Mən bu kişimi çox istəyirəm. Yox bir də! Yox bir də! Zulüm mü var? Buna bax. Az. Nə qırt toyuq altına inkubator yumurtası yığan kimi balalarımı yığmısan oğlumun başına, hə? Ağaz, girmisən oğlumun hininə. Avam xoruz axtarırsan. Tovuz quşu. Mənə toyuq deyirsən? Anamdır. Nə qəşəng tovuz quşu kimi bəzənən anam var. Yaz. Uşaqlar, nələrinizdir? Aybüke! Sensən? Gəlin bacı, gəl. Dərişən xala, Mətənə. Gəlin bacı, bax bu gördüyün 3 mərtəbəli villa. Sənin ona ərinin birinci arvadının villası, bu evdə yaşayırlar. Çox sağ ol Məhəbbət. Bəstə xala sizi mənə dəli kimi tanıtdırmışdı, amma sağ ol ki, bu xəbərləri mənə verdiniz. Çox sağ ol Məhəbbət. Məhəbbət xəbərsi deyil, Məhəbbət yüngül informasiya daşıyır, ora bura. Ayrı zor oğlandır. Mən Talihdən şübhələnəndə ki, sənin ikinci arvadın var, mənə yalandan and içirdi ki, anamın əziz canı üçün mənim arvadım yoxdur. İkinci arvadım yox, deməli yalandan and içirmişim. Yalandan and içirmişim. Yaxşı. Senin Mayana, səndən başqa əzizim var. Yalan anlatmışım, əzizim səndən. Gəlin bacı, aşağıda yoxdurlar. Gəlin qalxa yuxarı, yağın ki yuxarıdalar. Buyurun, buyurun. Gəl. 3 mərtəbədir. Hanı bu Talih? İndi o görər. Ordu xan, pəndi cahar atmısan oyna da. Yazan Mars olursan. Gördün uduzsan çox da şey eləmə. Öldüm ben öldüm Allah. Sen bana Batışlar'da terk bile gelek. Benim çarvadım var, ondan da ben öldüm. Dedim ki, ulan tez bir eve tanışmak konuşuyorsun. Kaçırık Dubai'ye. Kaçırık Dubai'ye. Benim Dubai'da ne işim var başka dönümde? Ay ana, Dubai'ye geldim. Orada kanunla ben 4 tane arvad alıp rahatla yaşayabilirim da başa düştü. Başına dönüm. Sen beni bu yaşımda Dubai'ye aparıp zernişanı o ifriteni bana güldürme istiyorsan. Ay ana başına dönüm. Sana Dubai'ye aparmakta ana kim aparım? Dubai sözüne karşı böyle riyak çevirim. Hep koyalım çepkirleştire. Bu dəqiqə mən polisə zəng eləyirəm, qəşəkcə deyirəm ki, oğlumun evinə ağrılar girib durmayın gəlin. Ay işte yaşımıza gel. Sen eləyərsən gedək. Ne olur anasan, ana evladı üçün belə şeylər diləmə. X Bacanaqlar serialı reklamlardan sonra davam edir. Aybüke, Aybüke. Sen Şakir'den ayrıldın be ya. Ay Mətiş, bir kez Şakirdən ayrılmasın, neynəsin? Şakir Ursetdədir. Evləndən sonra cəmi cümlətanı 6 dəfə üzünü görmüşəm. O da sonra çıxdı getdi Rusetə. 6 dənə uşağı qoydu üstümə. O gün də Skype-da boşanmışam. Skype-da boşandın? Hə. Axtardın. İnkubatoru tapdın, hə? Məktəbdə idim uşaq bağçasında. Yaxşıdır ki, bacım tanıdı onu, canımızı qutardı. Neyiniyim deyirsən, evlən, mən indi rastıma beləsi çıxır da, nağar. Gör bu nətərdir, bir iki dənə də ali qızlar var, sən bəyən, alın da mən, bu nətərdir? Orada onun damağındakı sigaret nədir? Nağar üçün tərkidənmir də, və bu.
Pivəni butulka ilə çəkir ki başına. Bəlkə pivə deyil, mineralinidir. Pivədir. Yaxşı, bu nə tənə? Səhmir, içmir. Körsən, qolunun nakolkası nədir? Neyniyim elə? Hələsə birimiz qoysun, ona görə də evlənə bilmirəm. Biri nə bilim, uşağı çoxdur, birinin nakolkası var. Ay Qismət müəllim, bu xanım sizi görmək istəyir. Buyurun. Salam. Salam. Məni Məhəbbət müəllim göndərib. Baba yol ver, əlaqə dolasın. Gel, geç da. Gel gör. Xəyalە, mən öldüm, yerə girdim o polis bölməsində. Xəcalət çəkdim mən. Sən özün bilirsən ki, məhəbbət dəlidir, çatmır o adamda. Sən onun sözünə qulaq asın. Xalqın yad bir adamın evinə giribsən. O kadın da desəydi ki, bax, o da o dəli olaydı. Deyərdi ki, mən Talihin arvadıyam. Aha, onda nə olacaqdı? Bax, nə olacaqdı da onda? Bala, görürəm qadın qalıb. Sən hər şey bilmək istəyirsən. Sözün töküşləri. Gəl mən sana bir ana kimi vəsiyyət eləyim. Talih kopya şəli babasını oxşuyurdu. Bax, o şəli görürsən. Onun da bir neçə arvadı olub. Burada nə var ki? Sözə nə demək istəyirsiniz ki? Bu, bir dəqiqə. Aynen kadın, hayal sen bir dakika. Sen anıma fikir verme. Biraz kızdırması var, halsızlıktan farkında ne dediğini. Talih koy görüm anam ne dedi, imkan ver. Anam ne diyecek? Aynen bir günde 2 tane vesiyetlemeden açık atma. O yaşadığım yerde yaşayayım daha. Yani bir de kes. Kimin hayale danıştırsınız? Hayale gülüm. Salam demədin, prosto böyür başını artırdım. Böyür başın qiyabı düzər. Siz Sevda ilə qovuşun, ağlınızda başınıza gəlsin. Hə? Ama deli değilim! Deli değilim ben! Arvadına dedim ki, ay gelin. Otur. Buyur. Tamam buyur başlasın ya. Buyur hemen gelirim. Arvadına dedim ki, canım ağrıyor. Oradan bana bir xəmir xörəyi bişir gətir. Arvadına dedim ki, arvadına dedim ki, abala, senden başka bir arvad da alır. Dinle de kadın. Sana son vəsiyyətim odur ki, bir arvad da alır. Ne değil? Vəsiyyət eləyirəm ki, odur ki, Kavanga at. Talih səndən başqa bir arvad da alır. Ne değil? Gözde arvat vesiyetini versin. Çok hoşuma kadın benim. Sen de biraz ile bir çabukçılık istedim sizden ben. Ne diyeyim ki sizden sonra kalkan yukarı ben ne diyebilirim ki? Yeri. Ha, biraz çabukçılık istedim. Düz zadecansız, yalsız biraz. Çıx. Qalxaq. Arkadaş başına dön biz. Ey kafanı! Günü gətirir balamı. Biz erarbadık, biz küsleşelim. Yaxşı başınıza dönün. Çayınızı soğutmayın, için. Gördün Şıkalı. Sana dedim ki bak darıkırsan evde. Dur gel gidelim orada. Dayan, göstərmə. Belə bir. Dayan.